Deməli, məsələdə deyilir ki, ABCD kvadratında C nöqtəsinin koordinatları 6 və 4, Y nöqtəsi AB parçasını bərabər bölür, yəni BY və YD bərabərdir. Həmin bu düz xəttin Y oxu ilə kəsişmə nöqtəsinin, baxın bu nöqtənin koordinatlarını soruşur bizdən. Biz bilirik ki, C nöqtəsinin x-i, yəni absisi 6, demək ki, baxın bura 6-dır da. Ordinatı da 4 nöqtəsidir, bura 4. 0-dan 4-ə qədər məsafə 4-dürsə, demək ki, bu kvadratın tərəfi 4, hər tərəfi 4 cm-dir. Bu 6 nöqtəsi daxı koordinatı 6-dır, amma kvadratın tərəfi 4-dürsə, deməli 6-dan 4-ü çıxsaq, A nöqtəsinin koordinatı demək ki 2-dir, yəni x-i 2-dir. Y-i 0 olacaq, 2 0 nöqtəsi, çünki o absis oxu üzərindədir. B nöqtəsinin də A-sı ilə, B nöqtənin də absisi A ilə eynidir, yəni 2 nöqtəsindədir, ordinatı 4 nöqtəsindədir, yəni 2 4 nöqtəsindədir. İndi Y nöqtəsi də orta nöqtə olduğu üçün bura 4 daxı məsafə. Deməli, bu 2 bölünüb. Buradan bura qədər məsafə 2-dirsə, demək ki, ordinatı da 2-dir. Yəni, baxın, bura da 2-dir, bura da 2-dir. Yəni, absisi onsuz da 2-dir, A-nın da, Y-nin də, B-nin də, hamısı bir düz xətt üzərindədir. Absisləri onsuz da 2-dir. Bunun ordinatı da 2 oldu. İndi bu düz xətti görürsünüz. Bu düz xətt. Üzərində Y və S nöqtələri qeyd olunub və onların koordinatlarını bilirəm. Biz düz xəttin tənliyini yazmaq üçün, iki nöqtənin koordinatını bilməliyik. Düz xəttin tənliyi bilirsiniz də, Y bərabərdir, KX plus B şəklində yazılır. Əslində AX üstəgəl BY üstəgəl C bərabər 0 şəklində yazıla bilir. Eyni şeydə buradan Y tapırsınız, bu alınır. Hər iki nöqtənin koordinatlarını yerinə qoyuram. X 2, Y2. Yəni 2 bərabərdir 2 vur K üstəgəl B. X 6, Y 4. Yəni 4 bərabərdir 6K plus B. Sistem tənliyi kimi yanaşsaq, 6-6 çıxanda birsə, hər hansı bir tənlikdə, tutaq ki, birinci tənlikdə yerinə qoysaq, B bərabərdir 1. Demək ki, bu düz xətt, yəni baxın bu düz xəttin tənliyi Y bərabərdir 2-də 1x plus 1-dir. İndi həmin bu düz xəttin Y oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını soruşur. Bu düz xəttimiz 2-də 1x plus 1 oldu. Y oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapanda x-a 0 verməliyik də, bilirsiniz. X-in yenə 0 qoysaq 2-də 1 vur 0 plus 1, 2-də 1-i 0-a vuranda 0, 0 plus 1, 1. Yəni X-in yenə 0 qoyanda Y-i 1 aldıq. Demək ki, bu nöqtənin koordinatları 0, 1 nöqtəsidir.